ikinci sahədəki toyuqlarla çarpazlaşmasından alınan nəsildə ən çox ehtimal olunan genotip nisbətini müəyyən edin. Deməli, Punnett cədvəli qurmalıyıq yenə, bunu əsaslandırın deyir. Və bizim toyuq xoruz məsələsinin birinci sualda mən izah eləmişdim və bunları açıq-aşkar hamısını qeyd eləmişdik. Bir xoruzumuz var idi, 2 dənə toyuq. Birinci sahə ilə çarpazlaşmanın cavabı birinci sualda verilmişdi. İkinci sahədə dietrozigot toyuğumuz var idi və xoruzu biz tapmışdıq. Xoruzumuz hansı idi? Sadə pipik qara rəngli idi. Yəni balacalar, böyük belər. Biz belə bir şey yazaraq, dietrozigot toyuğumuz varsa toyuğun işarəsini qoyuruq. Böyük B, balaca B. Deməli, xoruzun işarəsini də qoyaq burada. Xoruzun işarəsi bayaqları tapmışdıq. Ona görə də bayaq tapmışdıq. Sadə pipik qara rəng. Balacalar, böyük belər. Balaca alar, böyük beylər. Tamam, burada deyir ki, genotip nisbətini deyə müəyyən edin və Punnett cədvəli qurmaqla tapın deyir bunu. Tamam, Punnett cədvəli quraq bir dənə. Baxın diqqətlə. Burada qametləri göstərəcəyik biz. Qametlər. Hansı qametlər alınır? Bilirik ki, bu 4 dənə qamet alır. 2 dənə heterozigot vardı. 2 üstü 2. 2 üstü 2 bərabərdir. 4 eləyəcəkdir. Hansılardır? Böyük A, böyük B. Böyük A, balaca B. Balaca A, böyük B, balaca B qameti alınır. Və bu qametləri görürsünüz yəqin ki, bu qametlər toyuğun qametləridir. Erkəyin qametləri də digər tərəfdən yaza bilərik. Elə bir cür alınacaqdır. Balaca, böyük B alınırdı. Çünki buradan bir dənə alınır. Balaca, böyük B alınırdı. Və bu, belə deyək ki, cədvələ salsaq bunu da görəcəksiniz burada. Erkək olduğunu burada işarə ilə göstərək, burada dişi olduğunu göstərək. Və bunun genotip deyirsə əgər, böyük A, balaca A, böyük B, balaca, böyük B, bağışlayın. Böyük A, balaca A, böyük B, balaca B alınır. Deməli, balaca A'lar, böyük B'lər genotip alınır. Balaca A'lar, böyük B, balaca B alınır. Onsuz da 4 müxtəlif qamet alınıbdır. Və burada bir dənə genotip varsa onların fərqliliyi olmayacaqdır. Və bizdən nisbətini soruşursa əgər, genotip nisbəti hansı alınıbdır? Hamısından bir dənədir. Yəni bu bir dənədir, başqası yoxdur. Bu da bir dənədir. Hər iki aliment heterozigotu yoxdur, başqası. Bu da bir dənədir. Hər ikisi homozigotdur. Burada birinci əlamət homozigot, ikinci heterozigotdur. Yoxdur demək olar başqası. Ona görə də nisbətin deyirsə 1-1-1-1 nisbətində alınacaqdır. 1, 1, 1, 1 nisbət.